köməkçi nitq hissələrindən. Qoşma. Qoşma nədir? Nəzərdə saxlayın ki, qoşma ismin müəyyən hallarında olan sözə qoşulmalıdır. Yəni, qoşma əgər bir sözə qoşulursa, o söz mütləq şəkildə ya isim olmalıdır, ya da isimləşməlidir. Deməli, ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq halına qoşularaq yaxud da ki, halında olan sözə qoşularaq müxtəlif mənaçaları yaradan sözlər sözlərdir yazacağım, sözlərdir. Söhbət gedir qoşmadan. Deməli, qoşma ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çalarları yaradan sözlərdir. Yəni, qoşmanın əsas funksiyası məna çaları yaratmaqdır. Hər bir köməkçi nitq hissəsinin öz funksiyası var, nəzərdə qalsın. Qoşma məna çaları yaradır. Qoşma haqqında nələri bilməliyik? Nəzərdə saxlayın ki, ümumiyyətlə köməkçi nitq hissələri qurulursa heç vaxt düzəltmə ola bilməz. Köməkçi nitq hissələri sadə və mürəkkəb olacaqlar. Qoşma isə digərlərindən fərqli olaraq qurulursa yalnız sadə olur. Yəni, quruluşuna görə qoşmalar yalnız sadə olur. Üçün, əvvəl, savayı və s. və axır. İkincisi, qoşmalar köməkçi nitq hissələri suala cavab vermir. Qoşmalar isə qoşulduğu sözlə bərabər suala cavab verir. Yəni, qoşulduğu sözlə bərabər suala cavab verəcək. Məsəl üçün deyirəm, vətən naminə döyüşür. Nə edir? Döyüşür. Hansı məqsədlə? Vətən naminə. İkisi bərabər bir suala cavab verəcək. Nəzərdə qalsın. Üçüncü, köməkçi nitq hissələri qoşma da daxil olmaqla söz yaradıcılığında iştirak etmirlər. Söz yaradıcılığında iştirak etmir. Amma istisnada var. Məsələn, istisna yazıram bura. İstisna mən birini yazacağım. Aidiyyət. Aid söz var burada. Aid qoşmadır. İyyət şəkilçisi vasitəsilə artıq isim formalaşıb. Yəni, əsasən, indi qoşma haqqında bunları biz bilsək kifayət eləyər. Bir-iki şey də yazacağım. Deməli, biz dedik, qoşma mənaçaları bildirir. Qoşulduğu sözlə bərabər və s. və axır. Bir də nəzərdə saxlayın ki, söz, cümlə qoşma ilə başlaya bilər. Qoşma ilə başlaya bilər. Başlaya bilər. Məsəl, haqqında çox danışıb. Nə edib danışıb, nə qədər çox, haqqında artıq qoşmadır, suala cavab verməyəcək. Və nəhayət 5-ci, qoşmalar qoşulduğu sözlə bərabər, elə də yazacağım, qoşulduğu sözlə bərabər, bütün cümlə üzvü vəzifəsində çıxış eləyə bilir. Bütün cümlə üzvləri vəzifəsində çıxış eləyə bilir. Olur. Nümunələr də verəcəm. Birincisi, ən vacib olanı mübtədəda.
Yəni, düşünəndə ağla gəlməyəcək yeganə bəlkə də elə mübtəda olmaqdır. Məsəl üçün, mübtəda kimi onun kimilər bunu bacarar. Nə edər bacarar? Nəyi bunu? Kim? Onun kimlər? Burada oldu mübtəda. Kimi burada bənzətmədir. İkinci, xəbər. Bunlar sənin üçündür. Yəni, xəbərli şəkilçisini qəbul edir. Sənin üçündür. Nədir? Sənin üçündür. Nə? Bunlar. Sonra üçüncü, tamamlıq vəzifəsində tamamlıq. Atamla bazara getdik. Nə etdik? Getdik. Haraya? Bazara. Kim ilə? Atamla. Sonra dördüncüsü, zərflik. Məsəl üçün, oxumaq üçün çalışır. Nə edir? Çalışır. Hansı məqsədlə? Oxumaq üçün. Deməli, beşinci, təyin. Bizim kimi dost tapılmaz. Deyək. Nə edilməz? Tapılmaz. Nə dost? Necə? Nə cür? Hansı dost? Bizim kimi dost. Görürsünüz, bütün cümlə üzvləri vəzifəsində biz qoşmanı işlədə bildik. Bu, əsas etibarilə bizim qoşma haqqında bilməli olduqlarımızdır. Yadınızda saxlayın, quruluşsa sadə olacaq və bütün cümlə üzvləri vəzifəsində çıxış eləyə biləcək. Bu, ən vacib qeydlərdir. Sonra bir-iki şey də əlavə eləyəcəm, sonra qoşma haqqında ümumi danışacaq. Bu, artıq olacaq 6-cı. Yadınızda saxlayın ki, tək hecalı qoşmalar sözə bitişik yazılacaq. Tək hecalı qoşmalar. Deməli, bu formada. Dək, can, cacə, ilənin qısaldılmışı olan lalə və üçünün qısaldılmışı olan çün. Bunlar sözə bitişik yazılacaq. Məsəl üçün, mənim üçün, oracan, uşaqla, zərrəcə və sal və ilaxırı bu formada. Amma istisnadır burada. İstisna. Xas qoşması. Xas qoşması tək hecalı olsa da sözdən ayrı yazılır. Yönlük halda olan sözə qoşulur. Məsəl üçün, rahibə xas. Ona xas. Ayrı yazılacaq. Sonra 7-ci, bu olsun sonuncu. Yadda saxlayın, təsriflənən feillər və feili bağlama. Bunlar istisnasız da, feili bağlama. Qoşmalarla işlənməz. Qoşmalarla işlənməz. Bu da oldu bizim qoşma haqqında ümumi bilməli olduqlarımız. İndi keçirik növbətiyə. İndi danışırıq artıq qoşmanın mənaçalarlarından. Deməli, qoşmanın mənaçalarları. Aha. Deməli, birincidən sona doğru yaza-yaza gedəcəyik. Birinci olsun
bənzətmə bildirən qoşmalar, bu əsasən adlıq yiyəlik hallara qoşulur. Kimi, qədər, cacə, tək, bir də təki. İkincisi, birgəlik. Birgəlik olacaq ilə, ilənin qısaldılmışı olan lalə, bir də bəzən cacə qoşması. Üçüncü olacaq, deməli, məsafə bildirən qoşmalar. Kimi, qədər, can-cən. Üçüncü, daha doğrusu dördüncü, istiqamət. Sarı, tərəf, sənə, doğru, qarşı. Daha sonra beşincisi, fərqləndirmə. Fərqləndirmə. Başqa, ayrı, özgə və s. Altıncısı, səbəb, məqsəd. Səbəb, məqsəd bildirənlər. Üçün, ötrü, naminə, görə və s. və l. Zaman. Zaman bildirənlər. Deməli, sonra, qabaq, əvvəl, qaldı bir dənə, aidlik. Sonuncu aidlik. Bir də məxsusluq formasında aid. Aid, dair, məxsus, haqda, haqqında, barədə, barəsində və s. və l. Bu da oldu qoşmanın məna çalarları. Deməli, biraz da danışaq, uşaqlar, bunların fərqləndirilməyindən. Tutaq ki, bizə cacə qoşması verilib. Biz bunu necə fərqləndirməliyik? Yadınızda saxlayın, əgər cacə varsa, o cümlədə kimi, görə, ilə və qədər. Bu qoşmalardan birini artırmaq mümkün olmalıdır. Çünki həm də cacə amonimdir. Nəzərinizdə saxlayın. Baxın. Yaşca ondan kiçiyəm. İndi burada can olacaq. Yaşıma görə. Çünki görə yönlük hala artırılır. Yaşıma görə. Deməli, burada olacaq görə ilə. İkinci. Ondan zərrəcə qorxmuram. Burada olacaq cacəni əvəz edirik qədərlə. Zərrə qədər qorxmuram. Sonra yol boyunca ən çox düşən nümunədir. Boyunca söyüdlər. Burada artıq yol boyu ilə olacaq. Nəzərdə qalsın. Sonra məncə oxumur. Məncə oxumur. Burada diqqətli olun. Vergül varsa modal sözdür. Yoxdursa bu qədərlə əvəz olunacaq. Mən qədər oxumur mənasında. Bu belə, bu cacənin fərqləndirilməsi. Sonra laləni fərqləndirmək üçün nə etmək lazımdır? Lalə mücərrəd isimlərə qoşulanda zərf yaradır. Lalə konkret ismə qoşulmalıdır və birləşdirmə xüsusiyyəti daşımamalıdır ki,
birgəlik qoşması olsun. Yoxsa bağlayıcı kimi çıxış eləyəcək. Məsəl üçün, ora maşınla getdik. Nə etdik? Getdik. Hara? Ora. Deməli, burada zərflik. Nə ilə? Maşın ilə və yaxud da ki, maşınla getdik formasında. Və yaxud da ki, deyə bilərik ki, qələmlə yaz. Nə et yaz? Nə ilə? Qələm ilə. Burada lalə olacaq artıq qoşma. Mücərrədə qoşulanda artıq zərf olur. Sonra vacib bilməlisiniz, deməli, tərəf qoşmasın, tərəf. Nəzərdə qalsın ki, tərəf qoşması yönlük hala qoşulur. Əgər yönlük hallı sözə qoşulanda tərəf olacaq qoşma. Əgər digər halda olan sözə qoşulanda artıq ism olacaq. Məsəl üçün, mən buraya yazıram. Mənə tərəf. Buradakı tərəf artıq qoşmadır. Nəzərdə qalsın. Amma buraya yazsam, deyək ki, Bakı tərəf. Fikir verin, burada tərəf yönlük hallı sözə qoşulmayıb. Ona görə də tərəf burada isim olacaq. Mütləq bunu fərqləndirməyə bacarım lazım olacaq sizə. Sonra amonim olanlar tək, qədər amonimlərdir. Bax, tək. Necə amonim ola bilər? Yerin dibi mənasında isimdir. Tək zərf ola bilər. Tək sifət ola bilər. Tək qoşma ola bilər. Bir də ədat kimi çıxış eləyəcək. Tək. Burada rahat bir şeydir. Adlıq yiyəlik hallı sözə qoşulanda təki götürəcəksiniz qoşma kimi. Məsəl üçün, sənin tək. Özdə sözə də bitişik yazılmalıdır. Qədər sözü də amonimdir. Nəzərinizdə qalsın. Qədər. Qədər həm qoşma kimi işləyir, həm də isim kimi qədər qismət mənasında çıxış eləyə bilir. Buradakı amonimlikləri də deyəcəm. Kimi özü də amonimdir. Elə deməli, qoşmalar arasında kimi amonimdir. Canın amonimliyi yoxdur. Ona görə nəzərimizdə saxlamalıyıq ki, üçün, ötrü, görə, savayı, haqda, haqqında, barədə, barəsində bu tip qoşmalar yalnız qoşma kimi işlənir. Bunların amonimliyi yoxdur, nəzərinizdə qalsın. Sarı sözü rəng bildirəndə amonim olacaq. Sarı feil olanda amonim olacaq. Doğru müstəqil işlənəndə doğru söz, burada artıq sifət olacaq. Doğru danış, zərf olacaq. Bu formada qarşı sözü ön hissə mənasında isimdir. Amma yönlük hala qoşulanda artıq qoşma olacaq. Eyni ilə başqa sözü, ayrı sözü, özgə sözü, bunlar hamısı həm də sifət kimi işlənir. Amma özündən əvvəl dan-dən şəkilçili söz gələndə və onunla bərabər suala cavab verəndə artıq olacaq, deməli, qoşma. Ən çox fərqləndirmək lazımdır. Sonra, əvvəl, qabaq bu sözləri necə fərqləndirəcəksiniz? Baxın, deyirəm ki, sonra danışaq. Nə edək? Danışaq, nə vaxt, nə zaman, haçan sonra. Müstəqil suala cavab verib. Deməli, bu artıq zərfdir. Amma deyirəm ki, bundan sonra danışma. Nə et? Danışma. Nə vaxt, nə zaman, haçan? Bundan sonra. Burada artıq qoşmadır. Qoşulduğu sözlə bərabər suala cavab verdiyi üçün qoşma olacaq. Nəzərinizdə qalsın. Məsəl üçün, qabaq aldım. Bu isim də ola bilər. Nə etdim, aldım? Nə aldım? Qabaq aldım. Bir də deyirəm, ondan qabaq çatdım. Nə etdim, çatdım? Nə vaxt, nə zaman, haçan? Ondan qabaq. Dan-dən şəkilçili sözlə bərabər suala cavab verib. Artıq burada qoşmadır və burada da qoşma olacaq. Bunları mütləq şəkildə yadınızda saxlayın. İndi keçək qoşmanın qoşulduğu deməli hallara. Birinci, qoşma qoşulacaq adlıq və yiyəlik hallara. Bunların qoşulduğu
qoşmalar eynidir deyə bunları bərabər yazırıq. Kimi, qədər, tək, cacə, ilə və yaxud da ki, lalə qısaldılmışı ilə, barədə, naminə, haqda, haqqında və yaxud da ki, haqda. Bu oldu adlıq və yerlik hala qoşulan qoşmalar. İkincisi, yönlük. Yönlük hala qoşmalar. Kimi, qədər, dək, can, aid, dair, məxsus, tərəf. Sonra görəni yazdıq, görə, əsasən, istinad bildirir əsasən. Üçüncüsü, çıxışlı qal. Çıxışlı qala qoşulan qoşmalar. Başqa, ayrı, özgə, savayı, ayrı, özgə, başqa, sonra, qabaq, əvvəl, əsasən. Bu bizim hallara qoşulan qoşmalarımızdır. Bu da oldu qoşma haqqında bizim bilməli olduqlarımız əsasən, yəni burada problemli bir şey yoxdur. Burada görürsünüz, baxın, kimi, qədər, məsəl üçün. Burada da kimi, qədər həm yönlük hala qoşulub, həm də adlıq hala qoşulub, adlıq yerlik hala. Deməli, bunlar amonimdir, amonim qoşmalar, nəzərinizdə qalsın mütləq şəkildə.